bizim ölkəmizdə yox, dünyanın bütün demək olar ki, hər yerində bu ilki mövsümü respirator infeksiyalar tuğyan etməyə başlamışdır. Elə bir vəziyyətdir ki, bir ailədə 8 nəfər varsa, onların hamısı virus mənşəli bu xəstəliklə, yəni bu respirator infeksiyalarla xəstələnmişdir. Və bunun üçündəki insanlar hamısı apteklərə axışmış və dərmanlar almağa başlamışdı. Həkimin reseptindən öz başına hər nəsə dərmanı tükətmə səviyyəsi olduqca yuxarı səviyyəyə qalxdı. Yəni ki, keçən illərə nisbətən bizim ölkəmizdə, yəni statistikaya baxanda mən görürəm ki, bu 7 dəfə, 8 dəfə, yəni bu respirator infeksiyalara yoluxma artmışdır. Və ona görə də virusların törətdiyi xəstəliklərin sağalmasında istifadə olunan viral dərmanların və onun törətdikləri fəsadlar, məsələn, tənəffüs sisteminin çatışmamazlığı və başqa problemlərində istifadə olunan inhalyasiya edilən dərmanların tükənməsi, yəni azalması baş vermişdir. Yəni burada problem tək bu xəstəliyin artmasına düşmür, həm də ki, bunu gətirən o müəyyən şirkətlərin də üzərindən böyük məsuliyyət düşür. Onunla əlaqəlidir ki, bu həmin şirkətlər bu mövsümdə olan pandemiyanı desək, bu nəzərə almamış, yəni ki, say hesabına görə az dərman gətirmişdir. Və buna görə də apteklərdə 7-8 gündür müəyyən dərmanların çatışmamazlığı baş vermişdir. Bu dərmanlardan əsas inhalyasiya edilən dərman preparatları, adlarını çəkmirəm. Yəni, bax, bunlar inhalyatorda dolur və tənəffüs çatışmamazlığında, boğulmalarda, öskürəklərdə istifadə olunur. Bax, bunların demək olar çoxu tükənib. Onunla bərabər qızdırma salan şamlardır, müəyyən ağrı kəsicilərdir, müəyyən iltihab əleyhinə dərmanlardır. Bax, bunların da tükənməsi baş vermişdir. Yəni ki, bu bizim ölkəyə aid olan bir problemdir. Dünyanın çox ölkələrində bu proses var. Yaxın müddətdə bunundakı düzəlməyi gözlənilir. Çünki hər bir dərmanın yeni partiyasının gəlməsi üçün qeydiyyat vaxtı lazım olur. Həmin qeydiyyat vaxtı ən azı 1 ay, 20 gün və yaxud da biraz bu civarda çəkir. Ona görə də bu aralıqda müəyyən dərman defisiti yarana bilər. Ancaq bunlar bərpa olunacaq, heç bir problem olmayacaq. Və bu viral infeksiyalarda sürmə tarixi var. Yəqin ki, yaxın günlərdə bu sönəcəkdir. Sönəndən sonra həmin dərmanların alış səviyyəsi aşağı düşəcək və yəni tələbat da azalacaq, yəni hər şey axarında davam edəcək.